Azərbaycan filmlərində rol almış xalq artisti Baliyev Yuryeviç Nikolayeviçin ailəsinə qarşı ciddi insident baş verib. Hazırda Rus dram teatrında fəaliyyət göstərən əməkdar artist Baliyeva Natalya Genadinanın oğlu 1981-ci il təvəllüdlü Baliyev Artur Yuryeviç yaşadığı ərazinin parklanma hissəsinin qarşısında naməlum şəxslər tərəfindən amansızcasına döyülüb. Hadisə gecə saatlarında baş verib. Məlumata görə Artur Baliyevə naməlum nömrədən zəng olunaraq güya anasına məxsus avtomobilin onların nəqliyyat vasitəsini vurduğu bildirilib və məsələni yerində danışmaq üçün avtomobilin yanına yaxınlaşması ondan istənilib. Döyüş yerinə gələn Artur Baliyev ərazidə 4 nəfər naməlum şəxsin onu gözlədiyini görüb. Şəxslər anasına məxsus avtomobilin onların maşınına zərər vurduğunu iddia ediblər. Artur Baliyev hadisənin nə vaxt baş verdiyini soruşduqda qarşı tərəf bunun 3 gün əvvəl olduğunu bildirib. O isə cavabında qeyd edib ki, anasına məxsus avtomobil bir həftədir hərəkətsiz vəziyyətdədir. Bundan əlavə iddia edilən avtomobilin hündürlüyünün Arturun anasına məxsus nəqliyyat vasitəsindən daha hündür olması hadisənin real baş vermədiyini açıq şəkildə göstərsə də, qarşı tərəf israrla maddi ödəniş tələb edib. Artur Baliyev məsələnin hüquqi yolla həlli üçün polisə müraciət edəcəyini bildirdikdə, həmin şəxslər onu təhqir edərək haqsız ifadələr işlədib və daha sonra 4 nəfər bir nəfərə hücum edərək onu ağır döyüblər. Nəticədə Artur Baliyev ciddi xəsarətlər alaraq bir saylı şəhər klinik xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Xəstəxanaya çatdırıldıqdan sonra onda təkrar qusma, ürək bulanma və başqa cərləmə əlamətləri müşahidə olunub. İlkin tibbi müayinələr zamanı bədənində sümük sınıqlarının ola biləcəyi ehtimalı müəyyən edilib və bu səbəbdən həkim nəzarətində saxlanılmasına qərar verilib. Hazırda Artur Baliyevin səhhəti ağır qiymətləndirilir və müalicəsi davam edir. Məlumata görə hücumdan əvvəl Artur Baliyev Toyota markalı 90 CB 444 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi tərəfindən təhqir edilib. Daha sonra isə həmin şəxsin sözləri ilə digər şəxslər ona hücum çəkiblər. Reaksiyamıza Arturun yaxınları tərəfindən verilən məlumata görə məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsində artıq hadisə qeydiyyata alınmışdı. Arturun özü bildirir ki, təhqiqatçı artıq şəxslərin axtarışı ilə bağlı işlər apardığını ona bildirib. Faktla bağlı hüquq mühafizə orqanlarının araşdırma aparacağı gözlənilir.